Salam uşaqlar. Cisimlərin və mayyələrin xassiyələri bölməsinin testlərinə baxırıq. Birinci sualdan başlayırıq. Maddə hansı aqreqat halında olduqda onun formasını dəyişmək asan, həcmini dəyişmək çox çətindir? Formasını dəyişmək asan, həcmini dəyişmək çətindirsə, bu demək ki, mayyələrə aiddir. Doğru cavab yalnız bir mayyələr. Cisimlər demək nə formasını, nə də həcmi dəyişmək mümkün deyil. Qazlar isə nə məxsus həcmi var, nə də forması. Yəni onların forma və ölçüsünü rahatlıqla dəyişmək mümkün. Üçüncü sual, səthi gəlmə misalı əsas vahidlərlə ifadəsi hansıdır? Səthi gəlmə misalı siqma hərfi ilə işarə olunur. F bölünsün L düsturu ilə təyin olunur. Siqmanın vahidini buradan çıxarıram. Siqma 1 Newton bölünsün metr. Sonra Newton bölünsün metrə açırıq. Newton açılışı kilogram metr böl saniyə kvadratı. Bir də metrə böldükdə metrlər ixtisar gedir. Qalır kilogram bölünsün saniyənin kvadratı. Doğru cavabımız olacaq kilogram bölünsün saniyə kvadrat D variantı. 5-ci sual, teta kənar bucağının hansı qiymətində maye tam isladır? Demək, teta kənar bucağı 0 dərəcəyə bərabər olanda maye bərşisini tam isladacaq. Buradan belə çəksək bu şəkli, teta kənar bucaq onun üzərinə düşəndə, yəni 0 dərəcəyə bərabər olanda artıq demək maye bərşisini necək tam isladacaq. 6-cı sual, daha doğrusu 7-ci sual, islatmayan mayenin səthi hansı formada olur? İslatmayan mayelərdə səth bax belə bir qabarmış vəziyyət alacaq. 9 watt vur saniyə bölünsün kvadrat metr. Watt vur saniyə bizə joule verəcək. Çünki gücün düsturunu yadımıza salaq, watt güc vahididir, A bölü T'dir. Buradan A-nı tapanda NT olur. Yəni işin vahidi joule. 1 joule 1 watt vurulsun saniyəyə bərabərdir. Deməli, aldıq joule bölünsün kvadrat metr. İndi buradan gətirib yerinə qoyuram. Joule'un da açılışı bilirik ki, Newton vur metr bölünsün kvadrat metrdir. Bu metrlə metr kvadrat gedir, qalır Newton bölünsün metr. Newton bölü metr səthi gəlmə misalının vahididir. 10-cu sual, ortasına sap bağlanmış məftil çərçivənin bir hissəsi sabun pərdəsi ilə örtülmüşdür. Məftilin A nöqtəsinə və sapın B nöqtəsinə təsir edən səthi gərilmə qüvvəsi necə yönəlməlidir? Ümumiyyətlə, səthi gərilmə qüvvəsi demək, səthi perpendikulyar və mayenin daxilinə yönəlir. Ona görə də A nöqtəsindən aşağı, B nöqtəsi mayenin daxili, maye buradadır. Yəni, qırıq-qırıq xətlə göstərilən. Ona görə də B-dən yuxarı, A-dan aşağı olacaq. Deməli, doğru cavab olacaq B variantı. 11. Hansı qabda maye ilə bərsimin molekular arasındakı qarşılığı cazibə qüvvəsi maye ilə bərsim molekular arasındakı cazibə qüvvəsi mayenin öz molekular arasındakı cazibə qüvvəsinin böyükdür. Bu, o zaman mümkündür maye bərsimi islatsın. O da yalnız birdədir. Belə çökük vəziyyət alan halda. Deməli, doğru cavab olacaq 1. 11D. 12. Fərqli sualda ona baxırıq. Verilənləri qeyd edirik. Tərəfi 10 cm olan kvadrat şəkilli sabun lövhə. Tərəfi qeyd edirik 10 cm kimi. Çevirmə edirik. 10-1 yazıq birbaşa. 10-1 metr 100-ə böldük. Deməli, kvadrat şəkilli lövhə sabun məhlulunun səthinə toxunur. Lövhənin məhlulun səthindən ayırmaq üçün tətbiq olunan qüvvəni soruşur. F bərabərdir sual. Burada belə bir maye təsəvvür etsək, deməli, bir qabda elə təsəvvür ki, maye var. Kvadrat şəkilli kvadrat formalı bir cismimiz də maye səthinə toxunub. Yəni, belə bir təsəvvür edin ki, maye səthinə toxunmuş vəziyyətədir. Mən bunu buradan dartıb çıxarmaq üçün qaldırarkən, burada bir mj ağırlıq qüvvəsinə üstün gəlməliyəm. Bir də eyni zamanda maye daxilində səthi gəlmə qüvvəsi var. Bu iki qüvvəyə üstün gəlməliyəm. Ona görə də deməli, mənim tətbiq etdiyim qüvvə F bərabər olacaq mj topla sigma ilə.
Səthi gəlmə qüvvəsinin üstünlüyünü bilirik. Sigma L-dir. Sonra gətirib yerinə qoyuram. MJ, daha doğrusu bir dənə də düstur çıxaraq. Sigma bıraq L. L burada həmin o cismin uzun L, yəni kvadrat formalı cism olduğu üçün kvadratın uzunluğudur. Kvadratın uzunluğu isə 4A düsturla təyin olunur. Və qiymətlər yerinə qoyuruq. Lövhənin kütləsini verib 10 qram. 10 qramı kiloqrama keçirəm, 1000-ə bölürəm. 10-2, J10 üstə gələk sigma, yəni 4-2 vurulsun. L isə 4 vuraq. Tərəfin uzunluğu 10-1. Və hesablama aparırıq. 10-2, 10-2, 10-1 eləyəcək. Üstə gələk 4, 16 vurulsun. 10-3. Bu da eləyəcək. Biz bunu 10 ifadələrə gətirmək üçün nə edərik? Bunu da 10-3 şəklinə gətirə bilərik. Bunu da yazarıq necə? 100 vurulsun. 10-3 yaza bilərik bunu. Üstə gələk 16 vurulsun. 10-3. Niyə? Çünki buradan mən bunu 100 vur 10-1 şəklinə gətirmək üçün 10-2 vurulsun. 10-3 kimi yaza bilərəm. Yəni əsas elə edək ki, yəni 10-3 olsun. Çünki cavablar milli iləndir. Milli də 10-3 demək baxın. İstəyirəm ki, mən bunu da 10-3 şəklində yazım. Bunun üçün isə 10-1-i 10-3 şəklinə gətirmək üçün 100-ə vurmaq lazımdır. Və hesablama aparıram. 116 10-3. Bu da eləyəcək 116 milli-newton. Doğru cavabımız olacaq C variantı. Sonra 13-cü sualda deyir ki, radiusu 5 cm Radiusu 5 cm olan, yəni 5-2 yazıram. 10 qram kütləli, bunu da birbaşa 10-2 yazıram. Çünki qramı kiloqrama keçəndə 1000-ə bölürük, 10-3-ə vururuq və yaxud da deməli, isladan mayenin səthindən lövhəni ayırmaq üçün tətbiq olunan yenə də qüvvəni soruşur. Bu cavab milli-newtondandır. Səthi gəlmə əmsalında verib. Deməli, mən yenə də bayaqki məsələ kimi bunu kvadrat dairə şəkilli lövhəni mayenin səthinə ayırmaq üçün MJ və sigma L demək, qüvvələrin üstün gəlməliyəm. Yəni, ağırlıq qüvvəsinə və səthi gəlmə qüvvəsinə. Kütləmiz var 10-2, J 10-1, yəni 10. Üstə gələk sigma 4-2, L isə burada dairə şəkilli olduğu üçün dairənin uzunluğu kimi, yəni 2 pi R yazacağım. 10-2, 10-1, 10-1 üstə gələk 4 vur 10-2, vur 2, vur 3, vur R də 5 cm-dir. 5-10-2. 10-1-i yenə də 10-3 şəklinə gətirməliyim. Çünki cavab milli-newtondandır. Onu da yazacağım yenə də 100 vur 10-3 üstə gələk 2, 3, 6, 30, 120. 120 vurulsun 10-4, 10-2, 10-2 vurulsun 10-4 edir. Burada da 120-də 1 sıfır var. Onu da 10-3 kimi yazıram. Olur, onda cavabımız 112 10-3 newton. Milli-newtona keçsək 112 milli-newton olacaq. Deməli, cavab 112 milli-newton.